Şeytan hicablı bir qızın yanına gəldi və dedi ki, bu paltar nədir? Sən hələ çox cavansan. Bütün bədənini gizlətsən səni kim görüb evlənəcək? Niyə gözəlliyini göstərmirsən, cəlbedici paltarlar geyinmirsən? Mənə inan, könülləri fəth edəcəksən. Ətrafında dostların və sevənlərin çoxalacaq. İndi olduğun çöküntünün yerinə. Gənc qız şeytana gülümsəyib dedi ki, bəs haqq hesab günü əzabdan hara qaçacağım? Mənim məqsədim insanları cəlb etmək deyil, ətrafımdakı milçəklərin çoxalması da deyil. Mənim hədəfim Rəbbimi razı etmək və bunun səvabını almaq. Evlilik isə nəsib işidir və Allah tərəfindən yazılıb. Və gənc qız beləcə bütün qapıları şeytana bağladı.